Ailəniz sadə bir ailə idi. Atam iş icraçısı idi. İş Aha. icraçısı bənna olmuşdu. Çox uzun illər bənna işləmişdi. Sonra elə özünün tikintini çox yaxşı bildiyinə görə o həm də əməkdar inşaatçı adı da almışdı və ali təhsil olmasa da Naxçıvan şəhərində binaların əksəriyyətini mənim atam tikibdi. Siz ailədə 4 qardaş, 2 bacısınız. Bəli. Hamınız oxudunuz? Beşimiz ali təhsil aldıq, birimiz texnikum təhsili alıb. Amma demək olar ki, hamı oxudu. İndi oxumaq da belədir. İndi kimsə diplom almaq üçün oxuyur. Bizdə də təbii ki, belə. Çünki diplomsuz həyatda hansısa bir yer tuta bilmirsən. Amma kimsə hansısa bir bilik qazanmaq üçün bu yolu seçdi. Daha çox mən biraz fərqləndim bu istiqamətdə. Amma biz də əzab əziyyətlə keçdik. Çünki 2 ildə filologiya fakültəsində konkursa düşdü. O dövrün şərtlərində indi testi bəzən bəyənməyəndə testlə üz-üzə gəlmək daha obyektiv bir yoldur. Amma testin özünün də müəyyən problemləri, əzbərçilik demək istiqamətləri bir ümumi bir bilik almaqdan məhrum elədi və bu gün də Azərbaycan bu tələbələrinin əsas problemlərindən də biri budur. Və testlə yüksək bal toplayanlar sonrakı mərhələdə davam etməkdə çətinlik çəkirlər. Çünki dünya görüş məhduddur, mütaliə yoxdur və mütaliə mədəniyyəti, mütaliə həvəsləndirməsi də yaxşı səviyyədə deyil. Bu orta məktəbdə bir əsası qoyulmalıdır. Ali məktəb indeksli bir biz tələbə, şagird yetişdiririk. Bu olduqca təhlükəli bir istiqamətdir. Hamının ali məktəbə girəcəyi deyə bir tələb ola bilməz. Peşə məktəblərimiz necə gözəldir? Əlbəttə, peşə məktəbi. Maddi texniki bazası necə güclüdür peşə məktəblərimizin? Əlbəttə, bunu biz peşə təhsilinə, məsələn, bu günləri biz vicdanlı soyuducu ustası, vicdanlı kondisioner ustası tapanda sevinirik, televizor ustası tapanda sevinirik. Bunun cəmiyyətdə bir hərəkata çevrilməsi lazım. Nə baxımdan? İnsanlar arasında bunu stimullaşdırmaq lazım. Yəni, hamının ali təhsilə yönəlməsi, 5 il vaxt itirməsi, istedadı olmadan, biliyi olmadan, diplom üçün bunu eləməsi bu anladılmalıdır insana ki, sən bunda bir perspektiv əldə eləyə bilməyəsən, sən gələcəyini qura bilməyəsən. Sən daha çox, əgər bir xüsusilə də xanımlar üçün bu önəmlidir, xanımlar o diplomu böyük əksəriyyəti işlədə bilmirlər. Amma siz təsəvvür edin ki, hətta bir evdar bir xanım, abad və başqa deyək ki, variantlar var ki, öz əlinin məhsulu ilə bir konserv bankasını bağlaya bilmək, yaxud da hansısa bir işlərdə onu sabah ticarət vasitəsi kimi istifadə edib satışla ən azı çətin durumda olarsansa bir uşaq, 2 uşaq onu yaşatmaq üçün bir ləyaqətli yolla yaşamaq üçün sənin imkanın kifayət qədər olacaqdır. Məsəl üçün Təhsil Nazirliyi o istiqamətdə tutmalıdır ki, peşə təhsilinə daha çox göstərək. Əlbəttə, bunu tanınmış insanlar, ictimai xadimlər, tutaq ki, olsun lap müğənnilər, başqaları, kim ki, biraz kumirləri var, cəmiyyətdə dəstəkçiləri var. Bunların vasitəsilə bunu təbliğ eləmək lazımdır. Öz simamı dəfələrlə ödənişsiz əsaslarına təklif eləmişəm. Və bu fürsəti mənə elə gəlir ki, bizim müvafiq nazirlikdə, müvafiq qurumlar da qaçırırlar. Siz deyirsiniz, amma bunu doğru istifadə edirlər, ya bizim özümüzdən doğru istifadə edirlər. Məsələn, deyək ki, bir neçə dəfə olubdur, biz auditoriyada, hansısa orta məktəbin auditoriyasında 1 saatlıq bir dərsdə hansısa bir söhbət aparmışıqsa, bu insanlar tamamilə uşaqların mütaliə həvəslənməsində artımı görmüşük. Və sonra mən onlara hamısına deyirəm ki, sizə tövsiyəm nədir ki, atanıza deyin ki, sizə evdə mini kitabxana yaratsın. Uşağın kitabxana yaratma bir həvəsini formalaşdırandan sonra o mütləq oxuyacaqdır. Oxumasa, başqa mühitdə ən azı heç nə demirəm, qazanc gəlir, o biri bunları qoyuyor tərəfə, maraqlı adam olmayacaqdır.